Ə, birinci həddi gətirib bölürsünüz 4-ə. Burada 4-lər gedir. Təbii ki, siz bunu xəyalən edirsiniz. Qalır burada x. Bu formada yazırsınız. Və üstə gəlinsin. İkinci ifadəni yazmaq üçün isə ikincini gətirib 4-ə bölürsünüz. 4-lər gedir, qalır burada nə? Y. İndi burada bir dənə sual yazıram. Mənə onu hamı yazıb göndərsin. Deyirəm ki, 6x üstə gəlinsin 6y. Birinci sadədən başlayıram, sonra yavaş-yavaş çətən doğru gedəcək. Yazın, göndərim, görün bunu. Altı, iki, Nəsim, əmsalı yaz. Əmsal yoxdur. Elmir düzdür. Aha, düzdür indi Nəsimi. Leyla, Fərid gözləyirəm cavabınızı. bir dəqiqə müəllim, mən oxu çəkim bir dənə müəllim. Leyla, x-i çöldə yazmırsan. İçəridə. Bir dənə x-i artıq yazmırsan. 6-ın yanında x olmur. 6 özü çıxır çölə. Müəllimə o X deyil, vurmaq işarəsidir. Hə, vurmadı, anladım. Düzdür Leyla. Mən orada ya gəldi müəllim, o üzrü say müəllim. A da Aha, gəldi orada. okeydir. İndi ola bilər ki, uşaqlar bu formada bizə verə bilər. Məsəl üçün, deyər ki, 12x üstə gəlinsin 15 x kvadrat y. Burada müəllim, bəs biz nə edəcəyik? Əvvəlcə siz 12 ilə 15 üçün əbob tapmalısınız ki, bunlar hansı ədədə bölünə bilərlər? Mən deyirəm ki, 12 ilə 15 üçün əbob neçədir? 3. Gənə saatə vuruqlara ayıraq. Bəli, 3 A ol. Çünki həm 12, həm də 15 eyni zamanda 3-ə bölünür. O zaman mən 12-ni yazıram belə, 3 vurulsun 4, vuraq x şəklində. Üstə gəl, 15 də yazıram, 3 vurulsun 5, vurulsun x, y şəklində yazdım. Bu qədər aydındır. Bəli. İndi siz ortaqların altından xətt çəkirsiniz. 3-ləri burada ortaq görürəm. Sonra da x-ləri artıq görürəm. Ortaq görürəm. Atdım çölə, 3 ilə x atdım çölə. Açıram mötərəzə. Çölə kimi çıxartmışamsa, gəlib buradan onları silirəm. 3 getdi, x getdi, yerdə qaldı kim? 4. Üstə gəl. Buradan da 3 getdi, x getdi, yerdə qaldı nə? Bir dənə 5, bir dənə x, bir dənə də y. Aydın oldu? Bəli. Müəllim, Yəni, kimin altından xətt çəkirsinizsə, onu mötərəzənin içində yazmırsınız. Buyur Leyla. mən orasını başa düşmədim, bayaq dediyiniz. Neyi başa düşmədin? Parçalanmanı. Bəli, bəli. Parçalanmanı edirik ona görə ki, bunların içində olan ortaqları tapmaq üçün. Yəni 12-ni yazırsan 3 vur 4 kimi, 15-i yazırsan 3 vur olsan 5 kimi. Qorxulu bir şey yoxdur burada, qorxma. Çünki 12 ilə 15 axı bir ədədə bölünürlər, olan ortaq bölənləri var, aydındır. Biz onu tapırıq ki, görəsən hansı rəqəmdir? Biz onu gözdən görə bilmirik. Vizual baxışdan, ilkin baxışdan burada görsənmir. Amma parçalayanda görsən, gözümüzdə görsəndir. Ona görə biz Bildim. ikiləni bunları parçalayıb işləyirik, tamam mı uşaqlar? Belə. Tamam. Sonra kimsə burada deyərdi ki, mən müəllim 12-ni 2 vurulsun 6 kimi yazmaq istəyirəm. Deyirəm, buyur yaz. Amma 2 vur 6 ilə 15 də belə yaza bilərsən, 3 vurulsun 5. Axı sən buradan ortaq vurğu görə bilmirsən. Amma sən 12-ni belə yazsan, 3 vurulsun 4, 15 də belə yazsan, 3 vurulsun 5. Onda görsən ortaqlar üzə çıxdı. Onu görə deyirik, əbabla işləyirik. Tamam, irəliləyirəm. Lövhəni yuxarı çəkəcəm uşaqlar. Çox da getmirəm. Sağ-sol eləməyin lövhəni. Yəni, baxa biləsiniz. Toçka haradır, biləsiniz. Sonra belə bir sual verir. Deyir ki, 7 vurulsun, x üstə gəlsin y. Çıxılsın 5x, çıxılsın 5y.
Bu tip suallar olur. Bəs müəllim, bunları biz necə işləyək? İndi uşaqlar, bura fikir verin. Birinci tərəfdə içinəyi çıxartmaq mümkün deyil. Birinci olduğu kimi qalır. Bizim bundan işimiz yoxdur. Tamam mı? Burada deyir vuruqlara ayır. Bəzən uşaqlar nə edirlər? Tuturlar 7-ni vururlar x-a, 7-ni vururlar y-ə. Orada islah işləri aparırlar. Burada demirsə islah elə. Burada deyir ki, sən bunları sadələşdir, vuruqları ayırma prosesini apar. Aydındır? Yaxşı. Gəlin uzatmadan keçək ikinci hissəyə. Burada ortaqlar hansıdır? 5-lər deyil. Daha doğrusu -5-lər. Çıxartdıq 5-i. Düzdür. -5 çölə çıxdı. İndi mən buraya yazacağım ədəd tapmaq üçün -5-i gətirib bölürəm. Birinci bu ifadəni bölürəm -5-ə. -5x-i -5-ə böləndə burada x qalmır. Müsbət x. Çünki mənfini mənfiyə böləndə müsbət edir axı. Diqqətlə dinləyib fikriniz yayılmasın. Eyni əməliyyatı bunun üçün də edirəm. -5y gətirib bölürəm -5-ə. -5-lər gedir. Yerdə qalır müsbət y. Bura qədər hər şey aydındır. Bəli. Bəli. İndi yeni bir qonağımız gəldi. Yeni bir qonağımız gəldi. Bu kimdir? Fikir verirsinizsə, həm burada, həm də burada ortaq vuruq var. Baxın uşaqlar. Onda hər ikisinin yanından x üstəgəl y-i götürürəm. Və mötərizənin üstündə nə qalır? Altından xətt çəkdiklərimi içəri yazmıram da. 7 çıxılsın nə? 5. Aydındır? Və Bəli. təbii ki, bunu da son variantda belə yazırıq. X üstəgəl y. X üstəgəlsin y bərabər vurulsun 2-yə. Çünki 7-dən 5 çıxanda 2 eləyir. Aydındır bu da hamıya. Bəli. Alo. Tamam, davam edirəm. Bəli. Bu adi ifadələrdir uşaqlar. Adi ifadələrdir. İndi gəlirik müxtəsər vurma düsturlara. Bunları siz əzbər bilməlisiniz. Ona görə mən bir dənə yazacağam. Bir dənəsini yazandan sonra ona tətbiq eləyəcəksiniz. Bir dənə düstur, bir dənə praktik tətbiq. Ona görə hamının diqqəti burada olsun ki, sonra deməyəsiniz, ay müəllim, 2 hardan gəldi, A hardan çıxdı, B hardan gəldi. Müxtəsər vurma düsturları bizim nə işimizə yarayır? Uşaqlar, Bəli. iri rəqəmləri, buyur, kimisə sualı var? İri rəqəmlər, uşaqlar, sual olanda xahiş edirəm, orada reaksiya var. Səsləri qaldır. bağlayaq da müəllim. Səsləri bağlasaq yaxşıdır. Hə, səsləri bağlayın. Elmir, sən də bağla səsini. Çünki səsin açıqdır. Arxa fondan səs girəndə mən çaşıb qalıram. Elə bilirəm mənə sual vermək istəyirsiniz. Elmir, bizə eşidirsən? Elmirin böyük ehtimal ki, interneti uşaqlar gelib, çıxıb təzədən girəcək. Deməli, müxtəsər vurma düsturlarında biz nəyə fikir veririk? Birinci düsturumuz bu formadadır. A üstəgəl B-nin kvadratı. Uşaqlar, mən dərs izah edəndə mikrofonları açmayın. Mən sizə deyəndə açın. Kimin sualı varsa, Zoom-da əl qaldırmaq işarəsi var. Bayaqlar Nəsimi məsəl üçün o emojilardan istifadə edir. Əl qaldırmaq işarəsinə vurun. Mən avtomatik stop eləyəcəm və sizi dinləyəcəm. Çünki mən danışanda, siz də danışanda ailəm dəyə bir-birə gələn fikri yayınmış olur. A üstəgəl B-nin kvadratı bərabərdir. Düstur belədir. Birincinin kvadratı üstəgəl 2A, B. Yəni 2 vurulsun birinci, vurulsun ikinci. Üstəgəl ikincinin kvadratı. Heç nə, burada qorxulu bir şey yoxdur. İndi, məsələn, mənə deyir ki, M üstə gəlsin N-in kvadratı müxtəsər vurma düsturundan ifadə elə. Təbii ki, mən baxıram ki, burada A-nın yerinə nə dayanır? M. B-nin yerinə nə dayanır? N. Burada A-nın kvadratı deyil. Onda mən də yazmalıyam ki, M-in kvadratı üstə gəlinsin. 2AB deyil. Yəni 2M N
və üstə gəlinsin axırıncı n-in kvadratı. İndi biri mən yazıram, siz tətbiq edib mənə göndərirsiniz. X üstə gəl y-in kvadratı nəyə bərabərdir? WhatsApp üzərindən yazın, göndərin. Cavablarınızı oxumağa hazıram. Nəsimi düzdür. Əla. Müəllim, mən atdığım düzdür. Gəlməyib sən atdığın. Fərid, nə yazmısan sən? Müxtəsər vurma düsturunu tətbiq elə. Mən necə yazmışam? Sən də o formada. Düzəlt səhvini. Leyla göndər. Müəllimə bayaqdan göndərmişəm axı. Hə, sən kağızda atmısan, tamam. Şəkil açılsın. Leyla düzdür. Elmi düzdür. Deməli, biz denirik tətbiq edəndə A-nın yerinə burada X dayanır, B-nin yerində Y dayanır da. Stop edin. X, Y kvadratı. Bu formada yazdıq. Bunun tətbiqləri ayrıca ədədlərə də var. Şolar, məsəl üçün, deyək ki, 3x üstə gəlinsin. Tamam, Fərid. Məni dinləginə geriyə qalmayasan. Diqqəti məndə olsun. 3x üstə gəlinsin 2y-in kvadratı. Belə verir bizə. Deyir, indi bunu tap günə. Ay uşaqlar, bunu yazanda yenə də eyni qaydadır. 3x-in kvadratı belə yazırsa, bütöv. Çünki bizdə burada A-nın yerinə nə dayanır, Leyla? 3x. B-nin yerinə nə dayanır? 2y. 2y. Sağ olsun, onlayn lövhə xəttimizi çox qəşəng düzəltir. Bərabərdir. A-nın kvadratı, düsturda A-nın kvadratı var. Yəni 3x-in kvadratı üstə gəl. 2 vurulsun. Birinci ifadəmiz 3x. A-nın yerinə 3x yazdım. B-nin yerinə 2y yazdım. 2y. Y. Üstə gəl 2y-in kvadratı. Aydındır? Bəli. Bəli, düzdür. Sonuçda cavab 9x-in kvadratı. Uşaqlar, biraz məndə vuruşqa gecikir yazanda. 9x-in kvadratı üstə gəlinsin. 2 vurulsun 3, 6. 6 vurulsun 2, 12. 12 x, y. Və üstə gəlinsin 4-ün kvadratı. 2-nin kvadratı 4, y-in kvadratı ilə y kvadratı. Pisi. Yəni, bunun da açılışı bu formada oldu. Aydındır? Bəli. Müxtəsər vurma düsturlarından, uşaqlar, A çıxılsın B-nin kvadratında da eyni şeydir. Yəni, fərqli bir şey yoxdur. Bir dənə burada A kvadrat çıxılsın 2AB-dir. Tamam. Üstə gəl B-nin kvadratı. Daha bunun tətbiqini demirəm, yəqin ki, aydındır. Deməli, baxın, buna deyirlər, uşaqlar, A üstə gəl B-nin kvadratına deyirlər, iki ifadənin cəminin kvadratı. Oxuya bildik. İki ifadə yazıblar, toplayıblar, kvadratı yüksəldiblər. Yəni, iki ifadənin cəminin kvadratı. Buna deyirlər, iki ifadənin fərqinin kvadratı. Bunları dəftərinizdə yəqin ki, qeyd elədiniz də. Bəli. İndi imtahana düşən, son illərdə düşən digər sual. Kvadratların cəmi və fərqi. Bunu gəlin ayrıca buradan yazın. Çünki bu sizə çox lazım olacaq, bu dediyim düsturlar.
Kvadratlar fərqi və cəmi. Və bilirsiniz də uşaqlar, artıq gəlin ildən imtahanlarda sizin məntiq yönümlü suallar salacaqlar sizin üçün. Yəni strategiya dəyişir suallarda. Strategiya dəyişdiyinə görə də yaxşı yazmaq lazımdır. Fərdi baxıram indi. Fərdən canı bıyıq qurtarır. Hə. Deməli uşaqlar, A kvadratı üstə gəlsin nəyə? B-nin kvadratına. Yazdıq belə. 10 dəqiqəmiz qaldı, tamam. A kvadrat üstə gəlsin B kvadratı. A-nın kvadratı üstə gəl B-nin kvadratı. Bax, bu çox düşür aşağılar. Bu dediyim düstur. Bu belədir açılışı. A üstə gəl B-nin kvadratı. Çıxılsın 2AB. İkinci dərsə qoşulanda o birisi lövhədə yazacağam. Çünki bu lövhə yaman donur. 2AB. Elmir yaman axtarırsan. Nəsimi yaman axtarırsan bizi. Tapa bilmirsən deyəsən. Yox ya, mən əlimi zadımı vurmuram. Məni qarışdırmayın. A kvadrat. Çünki sənin adın burada fırlanır. İndi ekran kaydında üçün görəcəksən, ona görə deyirəm. Yox ya, mən deyirəm valla. Mən əlim dəymir. A kvadrat üstə gəlsin B-nin kvadratı. İkinci düstur isə belədir. A çıxılsın B-nin kvadratı üstə gəlsin 2AB. Bu düsturları dəftərinizdə qeyd edin. Mənim gül kimi xəttimi bu zoom sındırıb eləyir ilan qurbağa. A kvadratı. Mənim qəşəng Çıxılsın. görüşür. Valla burada nə bilim mən qəşənglik görə bilmirəm. Siz görə bilirsinizsə lap yaxşı. Müəllim sənət əsəridir. Şımartmayın beni. Kvadratlar fərqi isə uşaqlar. A çıxılsın B, A üstə gəlsin B. Bu formada. Yəni kvadratlarla bağlı ən çox düşən suallar buradan gəlir. Birinci, ikinci düsturlar istifadə olunur, amma bu dedi belə geniş yox. Amma sırf bunlardan dəhşət sual düşür sınavlarda. Bu dediklərindən. İmmununda bax bunların ikisindən. Bu isə buraxılış imtahanlarında, qəbullarda daha çox istifadə olunan düsturdur. Kvadratlardan bu qədər uşaqlar. Kubları gələn dəfə deyəcəm, qatıb qarışdırmayasınız bir-birinə. Gələn dəfə dərsə girəndə mən sual verəcəm. Deyəcəm, Fərdi, mənə kvadratlar fərqinin, cəminin fərqini dinə. Orada durub mənə iki ifadənin cəminin fərqini kim Oldu, səhv müəllim. düsturu desə, kim səhv düsturu desə, stop eləyəcəm. Yəni, çünki mən burada əziyyət çəkib öyrədirəmsə, siz də əziyyət çəkib öyrənməlisiniz evdə. Leyla'ya məsələn sual verəcəm. A üstə gəl B-nin kvadratı nəyə bərabərdir? Leyla durub mənə bu düsturu desə, məsəl üçün, avtomatik stoplanacaq. Mənə də çətin düsturlar deyir. Çətin deyil. Ona görə deyirəm ki, vaxtında elə dərsdə öyrənin ki, Bu yaza oxumaq biləsiniz. asan deyil, biraz yerinə qoymaqda çətinlik çəkir adam. Bəli, razıyam. Əsas siz düsturları əzbərləyin, yerinə qoymağı müəllim sizə öyrədir də, yazıram necə eləmək lazımdır. Rekordu dayandıraq zəhmət olmasa.